Salam, hər vaxtınız xeyir olsun əziz kanal izləyiciləri. Bugün biz sizlə Dövlət İmtahan Mərkəzinin 20 sınaqlı testlərindən, informatika fənnindən sadəcə 7-ci sınağı izah eləyəcəyik. Biz artıq əvvəlki 6 sınağın izahı kanalımızda var. Ə, Əvvəlki 6 sınağın izahına kanaldan baxa bilərsiniz. Bir balaca fasilə vermişdik. Bugündən isə tam sürətlə yenidən qalan sınaqların video izahlarına davam eləyəcəyik. Videolarımız həm abituriyentlərə, həm informatika öyrənmək istəyən şəxslərə, MİQ və sertifikasiyaya hazırlaşan müəllimlərə dəstək məqsədi ilə çəkilir. Bu tipli videoların davamlı olması üçün kanalımıza abunə olmağımızı, videolarımızı bəyənib paylaşmağımızı unutmayın. Və izahlara başlamamışdan öncə bir daha xatırladıram ki, informatika fənnindən yüksək nəticə əldə eləmək istəyən, istər bu tədris ilində, istər növbəti tədris ilində yüksək nəticə əldə etmək istəyən hər bir abituriyentə dərslərimizə qatılmağı məsləhət görərdim. Dərslərimiz həm əyani, həm onlayn şəkildə davam eləyir. Sınaq dərslərimizə baxıb qərar verə bilərsiniz. İndi isə keçək sınaq izahımıza. Deməli belə, sınaq 7-də mövzularımız nədir? Proqramlaşdırma. Yəni, sualların hər biri Python əhatə edən suallardır. İndi isə başlayaq sual izahlarına. Deməli, belə. Sual 1. Deyir ki, tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Gəlin müəyyənləşdirək görək bu proqram bizə nə verir? Deməli, baxsaq görərik ki, A bərabərdir 4-ə, B bərabərdir 5-ə. Verib C bərabərdir A plus B. Deməli, C-nin qiyməti A və B-nin cəmidir. C-nin qiyməti bərabər olacaq 9-a. İndi gəlib baxırıq, B-yə nə veribdir? B-yə verib A vurulsun C. A-nın qiyməti 4 idi, C-nin qiyməti 9 idi. A-nın qiyməti 4 idi, C-nin qiyməti 9 idi. Deməli, B-nin yeni qiyməti bərabər olacaq 4, 9, 36. 4-ün də 9-a bölünməsindən alınan qalıq tam hissə 0 qalıq elə 4-dür. 36 ilə 4-ü toplasaq B-yə gəlib alarıq 40 və A-nın nəticəsi də B minus C idi. B-nin nəticəsi 40 idi, C-nin nəticəsi 9 idi. 40-dan da 9-un çıxsaq A-nın nəticəsi bərabər olar 31-ə. ABC cəmin istəyir bizdən 31 üstəgələk 40, 71 üstəgələk 9. Nəticə bizə verir D variantı 80. İkinci sualla davam edirik. Deyir ki, ixtiyari n natural ədədi üçün Python dilində tərtib olunmuş proqramın nəyi çıxışa verdiyini müəyyən edin. Deməli, təbii ki, siz proqrama baxanda burada ilk baxışdan nəyin çıxışa getdiyini görə bilmirsinizsə, o zaman proqramı yoxlayın. Necə yoxlayasınız? Yəni, n-ə hər hansısa bir qiymət verin, bir ədəd daxil edin, 2 rəqəmli, 3 rəqəmli. Məsələn, mən 3 rəqəmli bir ədəd daxil edirəm. Məsələn, daxil edirəm 725. Məsələn, bunu daxil elədim. Deyir ki, n-in 10-a bölünməsindən alınan qalıqdır. 725-i 10-a bölsək, qalıqda qalar 5. S-ə 5 tapdıq. N də n-in 10-a bölünməsindən alınan tam hissədir. N-in də yeni qiyməti oldu 72. Deyir ki, n sıfırdan fərqlidirmi? Bəli, 72 sıfırdan fərqlidir. Deyir ki, əgər n-in 10-a bölünməsindən alınan qalıq s-dən kiçikdirsə, s-i bərabər elə n bölünsün 10-a. İndi gəlib baxıram, n-in qiyməti 72-dir. 72-nin 10-a bölünməsindən alınan qalıq 2-dir. 2 də 5-dən kiçikdir deyə, s-i bu dəfə bərabər eləyəcək n-in 10-a bölünməsindən alınan qalıq. Yəni 72-nin 10-a bölünməsindən alınan qalıq gəlib olacaq 2 və n də bərabərdir. N-in 10-a bölünməsindən alınan tam hissə n-in də yeni qiyməti olacaq 7. Qaydacıq dövrə 7 sıfırdan fərqlidir. İndi deyir ki, indi n-in yeni qiyməti 7 oldu axı, artıq buradakı 72-ni silirəm. Bu dəfə 7 ilə yoxlayıram. 7-nin 10-a bölünməsindən alınan qalıq s-dən kiçikdir. 7-nin 10-a bölünməsindən alınan qalıq 7-dir və bu 2-dən kiçik deyil deyə if-in altındakı əmri icra eləmirəm. Və gəlirəm n-in 10-a bölünməsindən alınan tam hissəni hesablayıram. 7-nin də 10-a bölünməsindən alınan tam hissə 0-dır. Yəni n-in yeni qiyməti 0 olacaq.
0 sıfırdan fərqlidirmi? Xeyr, S-i çıxışa verəcək və S-in çıxışa gedən qiyməti nədir? 2-dir. 2 gördüyünüz kimi bu ədədin nə idi? Ən kiçik rəqəmi. Yəni proqram mənə daxil elədiyim ədədin ən kiçik rəqəmini çıxışa verdi. Gəlib variantlara baxıram. Variantlarda da Y variantı sualımın cavabı olar. Yəni proqram mənə daxil elədiyim ədədin ən kiçik rəqəmini çıxışa verəcək. Üçüncü sualda nə deyir? Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Müəyyənləşdirək. A-nın qiyməti verilibdir. AAA dəyişəninin qiymətidir bu. Bu BBB dəyişəninin qiymətidir. Bu da SSS dəyişəninin qiymətidir. İndi bizə deyir ki, AAA dəyişəninin qiymətin SSS dəyişəninin qiymətinə bərabər elə. Yəni, mənim AAA dəyişənimin qiyməti bərabər olacaq SSS dəyişəninin qiymətinə. SSS dəyişəninin də qiyməti 3 dənə D-dir deyə AAA-nın yeni qiyməti 3D olacaq. Deyir ki, SSS dəyişəninin də yeni qiymətin BBB-yə bərabər elə. BBB dəyişəninin də qiyməti yenə SSS-dir deyə SSS-nin qiyməti SSS-yə bərabər olacaq. Deməli, print SSS AAA BBB. SSS-nin son qiyməti elə SSS oldu. AAA-nın qiyməti DDD oldu. BBB-nin də qiyməti SSS oldu. Deməli, burada da cavabımız olur B variantı. Yadıma bir meyxana düşdü. Ləbun şərabun züzüzü zülal olubdu. Burada da SSS BBB o şəkildə. Deməli, belə dördüncü sual. Dördüncü sualda bizə nə deyir? Dördüncü sualda deyir ki, x bərabərdir 1 import mass deyir. Yəni, riyazi bir modul daxil eləyib. 5 plus mass SQRT x. Deməli, nə demək istəyir burada bizə? Deyir ki, 5-in üstünə gəl. Mass SQRT x nə idi? SQRT x kök altında 1-i əlavə elə. Və sonra nə deyir? Sonra deyir ki, bunu böl ABS x-4. ABS nə idi? Moduluydu. X-4-də 1 çıx 4. Vurulsun nə? Vurulsun 3. Deməli, burada da bunu gəlib hesablasaq. 5-in üstünə 1 gəldik 6. 1-dən 4 çıxanda -3 moduldur deyə müsbət 3. Yəni 6 bölünsün 3. Daha sonra vurulsun 3. 6-nı 3-ə bölsəm 2 düşər, 2-ni 3-ə vursam qayıdıb 6 eləyər. Dördüncü sualda da cavabımız A variantı olar. Ondan sonra gəlib baxırıq 5-ci suala. 5-ci sualda yenə bizə bir riyazi modul daxil edib. Deyir ki, bu Pythonda y dəyişəninin riyazi formulunu müəyyən edin. Yəni, y dəyişəni riyazi şəkildə hansı formada olar? Deməli, bir həqiqi ədəd daxil edib. Daha sonra deyir ki, mass P üstə gələk mass SQRT x plus 1. Yəni P plus bir də burada bölmə işarəsi var. Mən bu kəsr xəttini çəkirəm. Mass SQRT x plus 1 yəni SQRT kök altındaydı. Kök altında x plus 1 bölünsün modulda ABS x ulduz 2. Bu ulduz 2 qüvvət deməkdir. ABS də modul deməkdir. Yəni modulda x-in kvadratı. Bu vuruqda məxrəcə aid deyil. Məxrəcə aid olması üçün bu kəsr xəttindən sonraki ifadə bütövlükdə mötərizənin içərisində olmalı idi. Ona görə biz vuruğumuzu nə etməliyik? Sürətə aid eləməliyik. Belə bir variantlar da var. Sürətdə x plus 1 vur 4 böl. Bu A variantında verilibdir. Sadəcə p-ni digər tərəfdə toplam işarəsi ilə yazıb. Heç bir problemi yoxdur. 5-ci sualımızın cavabı A variantı olur. Deməli, deyir ki, 6-cı sualda ARR bərabərdir 2, Y bərabərdir 3. Deməli, burada nə edirik? Print ARR, yəni 2-ni çap eləyəcək. Sonra ardında 3-ü çap eləyəcək. Sonra 2 plus 3-ü çap eləyəcək. Və separate nədir? Deyir, birləşdir. Yəni, birləşdir 23-dən. Yəni, bunların hər birinin. Yəni, normalda bu separate olmasaydı burada. Çap olasıydı belə. 2, 3, bir də 2 plus 3 nəyə verir bizə? 5. Separate nə deyir? Deyir ki, bu boşluqların arasına bunları əlavə elə, bunlarla birləşdir. Yəni, bu 23-lə. Yəni, bu 2 ilə 3-ün arasına bir dənə 23 əlavə eləyirəm. Bu 3 ilə də 5-in arasına bir dənə 23 əlavə eləyirəm. Nə oldu?
22, 33, 23, 5 A variantı. Bəli, 22, 33, 23, 5 A variantı. Deməli, 7-ci sualda nə deyir? Python dilində tərtib olunmuş proqramın icrası zamanı x və y dəyişənlərinin hər biri üçün 14 qiyməti daxil edilərsə, ekranda nə əks olunacağını müəyyən edin. Müəyyənləşdirək. Deməli, belə. X-ə də 14 daxil edirik, y-ə də 14 daxil edirik, z-in qiyməti 10-dur. X y-ə bərabərdirmi? Bərabərdir. X plus y plus 1, yəni 14 üstəgəl 14 plus 1 100-dən böyükdürmü? Böyük deyil. Əndin doğruluq şərti, true olma şərti nədir? Ənd deyir ki, sağ da doğru olsun, sol da doğru olsun. Deməli, əgər bu if-in altında verilmiş məntiqi ifadə doğru deyilsə, if-in aşağısında yerləşən, yəni if-in içərisinə daxil olan əmri icra eləmirik və gəlib deyirik ki, z bərabərdir x plus y-ə, yəni z-in yeni qiyməti olur 14 plus 14, yəni x və y-in qiymətləri 14 idi axı. Bu da bizə verdi 28. Buradan da gəlib nə edirik? 28-i 3-ə vururuq. Print 84 Y variantı 7-ci sualımızın izahı olar. Sonra gəldik, baxdıq. 8-ci sualda bizə nə veribdi? 8-ci sualda Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Deməli, burada gəlib, baxın, belə eləyib. 99-dan böyük, yəni bu nam dəyişənin 99-dan böyük olduğu hala qədər hər dəfə nam dəyişənin 10 dəfə ona tam bölüb, daha sonra alınan hissənin ona bölünməsindən alınan qalığı S dəyişənin üzərinə əlavə edin. İndi bizim nam dəyişənimiz budur. 3.456.789. Dövrə girəndə 99-dan böyükdür deyə bizim dəyişənimizin qiyməti 10-a tam böləndə olacaq. Sonuncu rəqəm gedəcəkdə, yəni qalacaq burada 345.678. İndi S-in üzərinə nam ona bölünmədən alınan qalığı gələcək. S-in qiyməti 0 idi. 0-ın üzərinə gələcək. Bu ədədin ona bölünməsindən alınan qalıq mənə 8 verəcək. 8-i gələcək. Daha sonra qayıdacaq dövrə. Yerdə qalan ədəd 99-dan yenə böyükdür deyə nam dəyişənin ona tam böləcək. Bu dəfə alınacaq 34.567. Və S dəyişəninin üzərinə nam dəyişəninin ona bölünməsindən alınan qalığı əlavə edəcək. Yəni 7-ni əlavə edəcək və daha sonra yenidən dövrə qayıdacaq. 34.567 yenə 99-dan böyükdür deyə ona tam böləcək. Qalacaq 3456 və S-in üzərinə 3456-nın ona bölünməsindən alınan qalığı əlavə edəcək. Bir də dövrə qayıdacaq. 3456 da 90-dan 9-dan böyükdür deyə nam dəyişənini ona tam bölsə, yerdə qalacaq 345 və S dəyişəninin üzərinə 345-in ona bölünməsindən alınan qalığı əlavə eləyəcək. Bir də dövrə qayıdacaq. 345 də 99-dan böyükdür deyə 345-i 10-a tam böləcək, alacaq 34 və S-in üzərinə 34-ün ona bölünməsindən alınan qalığı, yəni 4-ü əlavə eləyəcək. Artıq dövrə qaydanda nam dəyişəninin qiyməti 34-də 34 99-dan böyük deyil deyə S dəyişənin çıxışa verəcək. Bu da bizə nə verər? 15, 21, 9 da burada 30 verər. 8-ci sualda da cavabımız Y variantı olar. Gəlib baxırıq 9-cu suala, nə deyir bizə? Burada bu hissə Evklid alqoritminə oxşuyur da. Elədirmi? Evklid alqoritmi nə idi? Evklid alqoritmi əbobun hesablanması üçün olan alqoritmdir. Və bu da həmin alqoritm əsasında yazılmış bir proqramdır. Bu proses nə qədər davam eləyəcək? Nə qədər ki, A, B-dən fərqlidir. A, B-yə bərabər olanda prosesdən artıq dövrdən çıxış baş verəcək. Və bu proses bizdə hesablayacaq əbubu. Yəni, prosesin sonunda A, B-yə bərabər olacaq. Yəni, bu dövrü siz icra eləsəniz, prosesin sonunda A dəyişəni, B dəyişəni bərabər olmalı ki, dövrdən çıxış baş versin. Və burada da A dəyişəni B dəyişəninə bərabər olanda o bizdə olur. Yəni A və yaxud B dəyişənlərindən hər hansısa birinin qiyməti bizdə olacaq əbub. İndi gələk baxaq. Burada verib 16, 24. Deyir ki, P də bərabərdir A vur B-yə. Yəni P dəyişəninin qiyməti bərabərdir 16 vurulsun 24. İndi bu hər nəsə elədi. İndi bu proses, yəni bu while dövrünün içərisi əslində nəyi hesablayır? Əbub 16, 24-ü hesablayır.
16 ilə 24-ün əbubu, indi siz riyaziyyatçısınız, daha yaxşı hesablaya bilərsiniz. Yəni ki, bu 8 eləyər. Deməli, gəlib buradan əbubu 8-dirsə, eri hesablayanda T böl A, yəni bu nəticə A və yaxud B-nin hər hansısa birinin sonda qiyməti AB-yə bərabər olacaq və orada alınan nəticə 8-dir. R bərabərdir 16 vuraq 24 bölək 8. Buradan da ixtisarlarımızı aparsaq, R də bərabər olar 48-ə. 9-cu sualda da cavabımız olar D variantı. 10-cu suala baxaq. Deyir ki, Python dilində tərtib olunmuş proqram icrasından sonra ət işarəsi simvollarının ümumi sayını tapın. Görək, burada neçə dənə ət işarəsi çap olar. Deməli, baxaq. Step dəyişəninin qiyməti 1-dir. 1 8-dən kiçikdirmi? Bəli. Step dəyişənin 3 vahid artırır. Step dəyişəninin yeni qiyməti olur 7. Print ət işarəsi. Bax, burada ət işarəsi bir dəfə çap olunur. Sonra deyir ki, if step böyükdürsə 5-dən. Üzr istəyirəm. Mən birin üstünü gəlib niyə 7 yazdım ki? Üzr istəyirəm. Deməli, 1 8-dən kiçikdirsə 1 3 artıracaq. Step dəyişəninin qiyməti olacaq 4. Ət işarəsi bir dəfə çap olunacaq. 4 5-dən böyükdürmü? Xeyr. Elifə düşürük. 4-ün 2-yə bölünməsindən alınan qalıq 0-dan fərqlidirmi? Xeyr. Burada bu printdə də gəlib yenə 2 dənə ət işarəsi çap olunacaq və qaydırıq təzələnən dövrə. Üstə gələk. 4 8-dən kiçikdirmi? Bəli. Step dəyişənin yenə 3 artırırıq. Bu olur 7. Ət işarəsi bir dəfə çap olunacaq. 7 5-dən böyükdürmü? Bəli. Təzədən 3 dənə ət işarəsi çap olunacaq. If ödənib deyə elifə baxmağa gərək yoxdur. Bir də düşürük bu printdə 2 dənə ət işarəsi çap olunacaq. Təzədən bir də qaydırıq dövrə 7 8-dən kiçikdirmi? Bəli. 7-ni 3 artırırıq. Step dəyişəninin qiyməti 10 olur. Print burada bir dənə ət işarəsi çap olunur. 15-dən böyükdür deyə yenə 3 dənə ət işarəsi çap olunacaq. If ödənib deyə elifə baxmağa gərək yoxdur və sonda da 2 dənə ət işarəsi çap olunar. Bu da bizə nə verəcək? 1, 2, 3, 4, 3, 7, 2, 9, 1, 10, 5 də burada 15. Sualımızın cavabı olacaq C variantı. Nə deyir burada bizə? Deyir ki, Python dilində tərtib olunmuş proqram nəticəsini müəyyən edin. Deməli, deyir ki, for x in range n-dən, yəni 5-dən n-in kvadratına qədər 25-ə qədər. İndi burada end ifadəsində bizə nə verib? Deyir ki, bizim 5-25 arasında s-in üzərinə eyni anda elə bir ədədləri əlavə elə ki, s-in üzərinə həmin ədədi 3-ə böləndə qalığı 1 qalsın, 5-ə böləndə qalığı 2 qalsın. Biz birinci 5-25 arasında tapaq ki, 5-ə böləndə qalığı 2 qalan ədədlər hansıdır? Birinci bu tərəfə baxıram. Yəni, bunu bir-bir icra eləmirəm. Vaxt qazanıram. 5-25 arasında 5-ə böləndə qalığı 2 olanları hesablayıram. Bu 7-dən başlayacaq. Sonra da 5-5 artacaq da. 7 olacaq, 12 olacaq, 17 olacaq, 22 olacaq. 22-dən o tərəfə 22-ni 5 artıranda 27 eləyir. Yəni, bax, burada yazdığım 4 dənə ədəd 5-ə böləndə qalığı 2 olanlardır. İndi ənddə axı gərək hər iki tərəfdə şərt ödənsin ki, yəni məntiqi ifadə hər iki tərəfdə doğru olsun ki, burada biz s-in üzərinə həmin ədədə əlavə eləyə bilək. Burada bizə nə verib? 3-ə böləndə qalığı 1 olanlar. 4 ədədin içərisindən də 3-ə böləndə qalığı 1 olanlar 7 və 22-dir. Yəni 5-25 arasında sadəcə 7 və 22 ikisinin 7 və 22 qiymətlərində ənd məntiqi ifadəsi doğru olacaq və s-in üzərinə həmin ədədlər əlavə olunacaq. Yəni, 7 ilə 22-nin cəmi hesablanacaq. Bu da bizə verəcək B variantı 29. 11-ci sualımızda. 12-də nə verib ki? N bərabərdir 20 deyir. Int mass SQRT N. N-in qiyməti 20-dir. Deyir ki, T də bərabərdir. Kök altında SQRT N. Kök altında 20-nin tam hissəsi. Kök altında 20-nin tam hissəsi də yəqin ki 4 olar da. P də bərabərdir 4-ə, S də bərabərdir 0-a. I də bərabərdir 1-dən 4 plus 1-ə qədər. Yəni, i-nin aldığı qiymətlər 1, 2, 3 və 4 olar. İndi bizə nə deyir? Deyir ki, n-in i-yə bölünməsindən alınan qalıq 0-dırsa, n 20 idi. I-nin də başlanıq 1-dən başlayırıq. 20-nin 1-ə bölünməsindən alınan qalıq 0 olduğu üçün s-in üstünə i-ni əlavə edirəm. S-in qiyməti 0 idi. Üstə 1-i əlavə elədim.
B N'in i'yə bölünməsindən alınan tam hissədir. B'nin də qiyməti 20-nin 1-ə bölünməsindən alınan tam hissə 20-dir deyə S-in üzərinə bir də B-ni əlavə edirəm. Qayıdıram təzədən dövrə. İ-nin növbəti qiyməti 2-dir. 20-nin 2-yə bölünməsindən alınan qalıq 0-dır deyə S-in üzərinə i-ni əlavə edirəm. Və B də N'in i'yə bölünməsindən alınan tam hissədir. N 20 idi. 20-nin 2-yə bölünməsindən alınan tam hissə 10-dur. Bir də S-in üzərinə B-ni əlavə edirəm. Təzədən bir də dövrə qayıdıram. İ-nin 3 qiymətində 20-nin 3-ə bölünməsindən alınan qalıq 0 deyil deyə ifin altındakı ifadə icra olunmur. Təzədən bir də dövrə qayıdıb i-nin 4 qiymətini götürürəm. 20-nin 4-ə bölünməsindən alınan qalıq 0-dır deyə S-in üzərinə i-ni əlavə edirəm. 20-nin 4-ə bölünməsindən alınan tam hissə 5 deyə bir də S-in üzərinə 5-i əlavə edirəm. İndi gəldim, baxdım. S-in qiyməti bizə nə verir? Burada indi bu dövr bitdi. Düşürsünüz aşağıya. T vur T bərabərdir N-ə. T 4 idi. 4-ü 4-ə vuranda 16. 16 20-yə bərabər deyil. Ona görə bu ifin altındakı əmr icra olunmur və print S, S-in bu qiyməti çapa gedir. Bu da nə verəcək? 1, 21, 23, 33, 9 da burada 42. 12-ci sualda da cavabımız B variantı olacaq. 13-cü suala baxırıq. Deyir ki, Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. S bərabərdir 0. X-in aldığı qiymətlər 3 və 6 arasındadır. Yəni, X-in aldığı qiymətlər 3, 4 və 5-dir. Birinci gəldik, baxdıq bu ifə. 3-ün 2-yə bölünməsindən alınan qalıq 1-dir. 1-dən fərqli deyil. Yəni, X-in 3 qiymətində bura icra olunmayacaq. 3-ün 4-ə bölünməsindən alınan qalıq 3-ə bərabərdir. Bu da icra olunmayacaq. 3-ün 5-ə bölünməsindən alınan qalıq 3-ə bərabərdir. Bu da icra olunmayacaq. Deməli, S-in üzərinə X və 2 gələcək. Yəni, 0-ın üstünə 3 gələcək, üstə 2 gələcək. Eləyəcək S-in qiyməti 5. Daha sonra bir də gəlib, bax, bu S-də icra olunacaq. Təzədən S-in üzərinə X və 1 gələcək. Təzədən mən bu 5-in üzərinə 3-ü və bir də 1-i əlavə eləyəcəyəm. Bu da eləyəcək 9. S-in yeni qiyməti olacaq 9. Qayıdacaq dövrə. X-in növbəti qiyməti 4-ü götürəsiyik. 4-ün 2-yə bölünməsindən alınan qalıq 0-dır. Yəni, 1-dən fərqlidir. Bu şərt ödənir deyə S-in üzərinə 4-ü və 2-ni əlavə eləyəcəyik. 9-un üzərinə 4 əlavə eləyəndə 13, 2 də əlavə eləyəndə 15 olacaq. 4-ün 4-ə bölünməsindən alınan qalıq 1-ə bərabər deyil. 4-ün 5-ə bölünməsindən alınan qalıq da 2-yə bərabər deyil deyə düşəsiyik. Bu elsə 15-in üzərinə 4-ü və 2-ni əlavə eləyəsiyik. 15-in üzərinə 4-ü əlavə eləyəndə 19, 2-ni əlavə eləyəndə olacaq 21. Təzədən bir də gəlib bu S-i də icra eləyəsiyik. 21-in üzərinə 4-ü və 1-i əlavə eləyəsiyik. 21-in üzərinə 4 gələndə 25, 1 də gələndə 26. Təzədən gəldik, qayıtdıq dövrə X-in 5 qiyməti ilə 5-in 2-yə bölünməsindən alınan qalıq hələ 1-dir. 1-dən fərqli deyil. Bu icra olunmaz. 5-in 4-ə bölünməsindən alınan qalıq 1-dir deyə S-in üzərinə 5-i və 3-ü əlavə eləyəsiyik. Yəni, 26-nın üstünə 8 əlavə eləyərik. Bu bizə verər 34. Bu ödəndi. 5-in 5-ə bölünməsindən alınan qalıq 2 deyil deyə bir də S-in üzərinə 5 və 2 əlavə eləyərik. 34-ün üzərinə 7 əlavə eləmiş olarıq. Bu bizə verər 41. Və bir də 6 əlavə eləmiş olarıq. Bu da bizə verər 47. Bu olur S-in son qiyməti və bizdən də print S istəyirdi. 13-cü sualda da cavabımız olası bizdə C variantı. İndi gəldik, baxdıq növbəti sualımıza. 14-də bizə nə deyir? Deyir ki, icra edilərkən 7 daxil olunarsa ekranda hansı qiymət əks olunmaz? Yəqin ki, bu A-nı B-yə, B-ni R-ə, R-də hədəfi A-nın B-nin cəmidirsə, bu çox güman ki, Fibonacci sırasıdır. Fibonacci sırasının hədlərini çap eləyir. Gəlin, hər ehtimal bunu bir dənə icra eləyək. Proqram icra edildikdən sonra 7 daxil edildi. Onda Z dəyişəninin, yəni burada 3 dənə Z yazıb, bir dənə Z-dir də. Biz 2-dən 7 plus 1, 8-ə qədər 2, 3, 4, 5, 6, 7 və 8. 8 yox, üzr istəyirəm. N plus N 7-dirsə, 7-yə qədər olan qiymətləri. Deməli, burada Fibonacci sırasının 1, 2, 3, 4, 5, 6 həddi görünəcək.
Deməli, nə edibdir? R dəyişəni A-nın B-nin cəmidir. R dəyişəni A-nın B-nin başlanğıc qiyməti 1-dirsə, 1 ilə 1-i cəmləyir 2, 2. A-nı B-yə bərabər eləyir. A-nın qiyməti olur 1, B-ni də R-ə bərabər eləyir. B-nin də qiyməti olur 2. Və print R 2-ni çap eləyir. Sonra qayıdır Z-in 2 qiyməti ilə prosesi tamamladı. Gəlir Z-in 3 qiyməti ilə. R yenə A-nın B-nin cəmidir. 1 ilə 2-ni cəmləyir. Eləyir 3. A-nın qiymətin B-yə bərabər eləyir. B-nin də qiymətin R-ə bərabər eləyir. Və R-in növbəti qiymətin 3-ü çap eləyir. 2, 3. Qayıdır təzədən bir də dövrə. A-nın B-ni cəmləyir. 2 ilə 3-ün cəmi 5. A-nın qiymətin B-yə bərabər eləyəcək. B-nin qiymətin R-ə bərabər eləyəcək. Yəni, proses bu şəkildə gedir. Yəni, ümumilikdə burada Fibonacci sırasının hədləri çap olunur da. 2, 3, 2 ilə 3 cəmləyəcək 5, 3 ilə 5-i cəmləyəcək 8, 5 ilə 8-i cəmləyəcək 13, 8-dən 13-ü cəmləyəcək 21. Burada 1, 2, 3, 4, 5, 6. Z-in, yəni dövrlərin sayı 6-dır deyə Fibonacci sırasının 6 həddini verəcək bizə. A-nın B-nin də əvvəldə veribdir deyə. Burada yəni çap olunanlar 21-ə qədər olan ədədlər çap olunasıdır. Əgər məsələn burada yəni 7 olsaydı 7 həddi, 8 olsaydı 8 həddi çap eləyərdi. Ekranda əks olunmaz. 3 əks olunacaq, 5 əks olunacaq, 8, 21 əks olunacaq, 34 əks olunmaz. Bu sıranın 7-ci həddidir. Yəni, əslində 7-ci həddi deyil, başlanğıcda A-nın B-ni 1, 1 veribdir deyə. Yəni, burada dövrlərin sayı qədər olan ədədlər çap olunacaq da. Yəni, məsələn, burada 8-ə qədər versəydi, hər növbəti hədd 34 ola bilərdi. Amma bu halda 34 orada əks olunmaz. Sonra 15-ci sualda proqramın icrasından sonra ekranda hansı simvol əks olunmaz? L bərabərdir 1. L bərabərdir 1-dirsə, nida əks olunacaq. Yəni, nida çap olunur. Sonra bunlar müstəqil iflərdir deyə bunların hər birinə baxmalıyıq. 1-in 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdir deyə bu diyez işarəsi də çap olunacaq. Sonra 1-in 4-ə bölünməsindən alınan tam hissə 0 tam düşür deyə bu dollar işarəsi də çap olunacaq. Yəni, bura qədər hər biri çap olunacaq. İndi təzədən bunun alt hissəsi ilə davam edirik. L böyükdür -1-dən. L-in qiyməti 1 idi. 1 -1-dən böyükdür deyə bu faiz işarəsi də çap olunacaq. Bu da. Bu if ödənib deyə artıq bu elfə baxmağa gərək yoxdur. Deməli, nida çap olur, faiz çap olur, dollar çap olur, diyez çap olur, amma bərabər çap olmayacaq. 15-ci sualda cavabımız D variantı. Deyir ki, 49 daxil edilərsə hansı qiymətin ekranda əks olunacaq? İndi prosesin gedişatına fikir versəniz, bu tipli suallar topluda da var. 7-yə bölünmədən alınan qalıq və 7-yə bölünmədən alınan tam hissə. Topluda da bu tipli suallarda 2-yə bölünmədən alınan qalıq, 2-yə bölünmədən alınan tam hissə, 8-ə bölünmədən alınan qalıq, 8-ə bölünmədən alınan tam hissə. Yəni, proqramın gedişatında bu fraqmentləri görürsünüzsə, bilin ki, o onluq ədədin həmin say sisteminə çevrilməsidir. Yəni, məsələn, burada 7, burada 7. Yəni, daxil olunan ədədin 7-yə bölünməsindən alınan qalıq və 7-yə bölünməsindən alınan tam hissələr hesablanırsa, indi bunun arasında da müəyyən bir əməliyyatlar var. Yəni, ümumilikdə sadəcə bir ipucu olaraq deyirəm ki, sizə vaxt qazanmanız üçün bunlardan istifadə edə bilərsiniz. Mən yəni bunu görən kimi deyirəm ki, bu daxil olunan ədədi 7-lik say sisteminə çevirəcək. Və bir də deyirəm, bu sualların ekvivalentləri topluda var və topluda 2-yə, 8-ə olan hallarına fikir versəniz, bir neçə dəfə təkrarlanıb, onlar da həmin ədədin 2-lik və 8-liyə çevrilmə belə deyək də, alqoritmləri əsasında qurulmuş proqramdır. İndi mən bunu bir də uzun-uzadı icra eləməyəcəm. İstəyirsinizsə ədədi qoyub özünüz icra eləyə bilərsiniz, amma vaxt qazanıram. Deyirəm ki, elə bu 49 ədədini, onluq ədədini 7-lik say sisteminə çevirir. 49-u 7-yə bölürəm, 7 düşür. Burada qalır 0. 7-də 7-yə bölünür deyə 1 düşür. 7-dən də 7-sini çıxanda 0. Bu da bizə verir 100. 16-cı sualda cavabımız A variantı olar. 17-ci sualda nə deyir bizə? N dəyişəninin daxil olunmuş hansı ən kiçik qiymətində proqram 6 ədədini çıxışa verər? Deməli, S-ə 6 dəyişənin veribsə, S-ə 6 dəyişənin veribsə, S-in başlanğıc qiyməti 0-dır da.
Yəni bu 3 dəfə icra olunubdur. Yəni burada dövrlərin sayını da elə qiymət verib ki, bilmək rahatdır. Yəni S-in üzərinə burada 3 dəfə 2 gəlib ki, S-in son qiyməti 6 olubdur. Onda bu e, N-in də, onda biz belə deyirik də. Onda bu əgər S-in üzərinə 3 dəfə 2 gəlibsə, çünki S-ə 6 veribsə, 0-ı 3 dəfə 2, yəni 2 artırıramsa 3 dəfə artırmalıyam ki, ümumilikdə 3 vur 2 6 olsun da. Onda mən deyirəm ki, bu əgər S-i hər 3 dəfə 2 gəlibsə, N-i də 3 dəfə 2-yə vurmalıdır. Yəni N vur, 2 vur, 2 vur 2 və bu şərt ödənməməlidir. Kiçikdir 50-nin ödənməməsi üçün böyük bərabər 50 şərtini yazmalıyıq biz. Deməli, onda buradan yazırıq ki, N vurulsun 8 böyük bərabər 50-dirsə, N də böyük bərabərdir. 50-ni də 8-ə böləndə nə eləyər? 7, 8-i 56 eləyər. Haradasa 6 tam 8-də 2. 48-50 verir də bizə. N-in 6 tam 8-də 2-dən böyük bərabər qiyməti. Yəni mən N-in yerinə 6 qoysam, bu 48 alacaq. 50-dən kiçikdir. Deməli, mən N-ə verərəm 7. 7 qoysam N-in yerinə, 7-ni 8-ə vuranda 56 edir və bu şərt ödənmir. S-ə həmin qiymət çap olunur. Yəni 6 qiyməti çap olunur. 17-ci sualda da cavabımız olası da deməli Y variantı. Sonra gəldik, baxdıq 18. Deyir ki, proqram icra edilərkən öncə 102, daha sonra 9 daxil edilərsə proqramın nəticəsini müəyyən edirik. Deməli, bura 102, bura 9 daxil olunubsa, A böyükdür, bərabərdir B şərti verilib. Deməli, bu hər dəfə də A-dan B çıxıb. Yəni 102-dən hər dəfə 9-u çıxıb, neçə dəfə 9-u çıxıb? Deyirəm ki, məsələn, N dəfə bu proses dövr eləyibdir və bu böyük bərabər B şərti ödənməməlidir də dövrdən çıxmamız üçün. Böyük bərabər B-nin əksinə nə yazıram? Kiçikdir B yazıram. B-nin də qiyməti 9-dur. Onda mən gəlib buradan alıram ki, 9N böyükdür. 102-dən 9-un çıxsam 93 qalar. N də böyükdür. N də böyük olmalıdır. 93-ü 9-a böləndə 93-ü 9-a böləndə 10 tam 9-da 3 düşər də. 9-u 10-a 90 ədəd 10 tam 9-da 3. İndi N bundan böyük olmalıdır. Yəni N-in hardasa qiymətini mən götürməliyəm 11. Bizdən nə istəyir? Deyir ki, proqramın nəticəsini, A-nı istəyir. Yəni bu proses 11 dəfə dövr eləməlidir ki, 10 dəfə dövr eləsə şərt, yəni dövrdən çıxmayacaq. Yəni ən az 10-dan böyük olmalıdır, 11 dəfə dövr eləməlidir. Onda nəticə belə olacaq. 102 çıxılsın, 9 vurulsun 11. Yəni 102-dən də 99-un çıxanda bu da bizə nə verəcək? 3 verəcək. Deməli, sualımızın cavabı da bizdə olasıdır burada Y variantı. 19-cu sualda dövrün gövdəsi neçə dəfə icra olunacağını müəyyən edin. Deməli, biz yenə də burada x-in başlanğıc qiyməti 0-dır. Hər dəfə 2 artırır. Deyirəm ki, proses n dəfə dövr eləyir və kiçik bərabər 100 şərtinin ödənməməlidir. Kiçik bərabər 100-ün deməli, əksi nədir? Böyük. Yəni 0 vurulsun 2n böyük olmalıdır 100-dən. Onda n böyük olmalıdır nədən? 50-dən. Deməli, n-in qiyməti 51 olmalıdır. Yəni, proses ən az 51 dəfə dövr eləməlidir ki, yəni dövrdən çıxış baş versin. 19-cu sualda cavabımız A variantı. 20-ci sualda bizə nə veribdir? 20-ci sualda deyir ki, n və x natural ədədlər üçün S dəyişəninin çıxış qiyməti hansı ifadə ilə təyin edilə bilər? İndi burada siz n-ə x-ə qiymət verə bilərsiniz. Verin, problemi yoxdur. Mən nə deyirəm? S sıfırdır, P x-dir. S-in üstünə P-ni gəlir. Yəni, sıfırın üstünə x-i gələcək, S-in qiyməti olacaq x. P-nin də qiyməti Px idi. X-ə vuracaq olacaq x-in kvadratı. Qayıdacaq təzələndən məsələn dövrə. Yenə S-in üstünə P-ni gələcək. Yəni x-in üstünə x-in kvadratını gələcək. P-nin də qiyməti budur. Bunu da gəlib x-ə vuranda olacaq x-in kubu. Sonra bir də qayıdacaq dövrə. S-in üstünə yenə P-ni gələcək. P-ni də yenə gəlib x-ə vuracaq. Yəni bu proses bu şəkildə davam eləyəcək. Yəni bu x kvadrat x kub x üstü n cəmin hesablamaq üçündür. 20-ci sualda cavabımız olacaq C variantı. 21-də nədir? Deyir ki, klaviaturadan daxil ediləcək n sayda natural ədədin hasilini
Hə, deməli, bu saydı. Biz bax burada dövrün içərisində hər dəfə ədəd daxil eləməliyik və belə deyək də, onda i kiçikdir bərabərdir m veribsə, bu aşağı hissədə i bərabərdir i plus 1 olmalıdır ki, dövrdən çıxış olsun. Burada da olar ki, s bərabərdir, s vurulsun, bir ədəd daxil eləyəsinik. Burada gəlib int input yazarsınız da, int input ədəd daxil etməniz üçün. Belə variantda bizdə elə 21-də A variantında veribdir. Yəni bu şəkildə n sayda daxil olan ədədin hasili hesablana bilər. 22-ci sualda fikir versəz, i-yə 200 verib, s 0-dır. Deyir ki, nə qədər ki i 0-dan böyükdür, s-nin üstünə gəl i-nin kubun və i-ni də hər dəfə bir vahid azaldır. Yəni əvvəlcə s-nin üstünə 200-ün kubun gələcək, sonra 1 çıxıb 199-un kubun, sonra 1 çıxıb 198-in kubun. Yəni belə, yəni bu i0 olana qədər proses davam eləyəcək. Yəni bu neynir? Birdən 200 daxil olmaqla ədədlərin kublar cəmini hesablayır. 1-200 parçasında olan natural ədədlərin kublar cəmi. Burada da cavabımız olacaq Y variantı. 23-cü sualda Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Bu fraqmentdə toplu ekvivalentli bir sualdır. Hər dəfəsində n-in ona belə deyək də t-yə 0 veribdir. N-in ona bölünməsindən alınan qalığı hesablayır. T-nin üzərinə əlavə edir və t-ni hər dəfə ona vuraraq bu prosesi təkrarlayır. Bu fraqment çox böyük ehtimal ki, daxil olunan ədəd nədirsə, onun tərsini çıxışa verəcək. Yəni, indi mən bunu burada ədəd böyükdür deyə bu böyük ədədlə icra eləmirəm. Məsələn, mən n-ə kiçik bir ədəd verirəm. Məsələn, deyirəm ki, n bərabərdir 13. N-ə 13 verirəm ki, yəni proses tez tamamlansın. Yəni, bu gedişatda mən çıxışı 31 alacağım. İndi baxın, t bərabərdir 0. 13 sıfırdan fərqlidir deyə 0-ı ona vuranda 0, n-in ona bölünməsindən alınan qalıq da olacaq 3. Yəni t-nin 0 üstəgəl 3, t-nin qiyməti olacaq 3, n də n-in ona bölünməsindən alınan tam hissədir, n-in də qiyməti olacaq 1. Təzələnən dövrə qaydanda 1 sıfırdan fərqlidir deyə t-ni ona vuracaq, 3-ü ona vuracaq 30, 1-in də ona bölünməsindən alınan qalıq 1, t-nin qiyməti olacaq 31, n-in də ona bölünməsindən alınan tam hissə, 1-in ona bölünməsindən alınan tam hissə 0-dır. 0 sıfırdan fərqli deyil deyə t-ni çıxışa verəcək. Baxın, mən 13 daxil eləyəndə çıxışa 31 aldım. İndi bu prosesi mən uzun-uzadı getmirəm. Siz istəyirsinizsə əmin olmaq üçün axıra qədər özünüzü yoxlaya bilərsiniz. Bu daxil olunan ədədin tərsini çap eləyəcək. Yəni burada çıxışa gedən qiymət 4, 1, 2, 2, 2, 3 belə də çıxışa gedəcək. Yəni özünüz də icra eləsəz bunu görə bilərsiniz. Deməli 24-cü sualda bizə nə deyir? Deyir ki, Python dilində tərtib olunmuş proqram icra edilərkən klaviaturadan 10 daxil edilərsə ekranda nə əks olunacaq? Gəlin baxaq. Mən 10 daxil eləsəm, S bərabərdir 1, I bərabərdir 1, Y n-in 2-yə bölünməsindən alınan tam hissədir. Yəni, Y-in qiyməti 5-dir. Çox güman ki, bu 10 ədədinin bölənlərin axtarır. Ədədin bölənləri özü və bir də öz yarısından kiçik ədədlərdir. Çünki onu 2 dəfə azaldıbdır. Amma indi icra eləyək, baxaq. Deməli, i kiçikdir bərabərdir 5-dən. 1 5-dən kiçik bərabərdir, bəli. N-in i-yə bölünməsindən alınan qalıq, yəni 10-un 1-ə bölünməsindən alınan qalıq 0-dır, bəli. S-ni 1 artırır. 1-i 1 artırır, S-nin qiyməti olur 2. I-ni də 1 artıracaq, I-nin də qiyməti olacaq 2. Qayıdacaq dövrə. 2 5-dən kiçik bərabərdir deyə, 10-un 2-yə bölünməsindən alınan qalıq 0-dır deyə, S-ni yenə 1 artıracaq 3, I-ni yenə 1 artıracaq 3. İndi gəldik, 3 5-dən kiçikdir, onun 3-ə bölünməsindən alınan qalıq 0 deyil. Onda S plus 1 icra eləmir, I-ni 1 artırır, I-nin qiyməti olur 4. Daha sonra 4 5-dən kiçik bərabərdir deyə və onun 4-ə bölünməsindən alınan qalıq 0 deyil deyə S plus 1 icra eləmir, I-ni 1 artırır, olur 5. 5 5-dən kiçik bərabərdir. Onun 5-ə bölünməsindən alınan qalıq 0-dır deyə S-ni 1 artırır. S-ni 1 artıranda olacaq 4.
və i-ni də 1 artıranda olacaq 6. 6 5-dən kiçik bərabər deyil deyə s-ni çıxışa verəcək. Bu deyilir 6. Bu gördüyünüz kimi onun bölənlərin, yəni s-ni də başlanğıcda 1 verib, 10 özünə bölünür deyə. Sonra bir də bu hansı qiymətləri yoxladı? 1 olanda s-ni 1 artırdı, 2 olanda s-ni 1 artırdı, bir də 5 olanda s-ni 1 artırdı da. Yəni 10 ədədinin bölənlərinin sayını hesablayıb çıxışa verdi. Mən bura 6 yazmışam, cavab 6 deyil, üzr istəyirəm, cavab 4-dür. Sonra deyir ki, S dəyişəninin klaviaturadan daxil ediləcək hansı qiymətində proqram çıxışa 105 ədədini verəcək. Deməli, bu kiçikdir 20 veribdir bizə. Deməli, biz birinci tapmalıyıq ki, burada proses neçə dəfə dövr eləyəcək. X dəyişəni 1-dir. 1-i hər dəfə 4 artırıb. Deyirəm ki, 1-i 4 artırıb, məsələn, n dəfə 4 artırıb, kiçik 20-nin əksi olmalıdır da, şərt ödənməməlidir. Kiçik 20-nin əksi də nədir? Böyük bərabər 20-dir. Buradan da 4n böyük bərabərdir 19-dan. N də böyük bərabərdir. N də böyük bərabərdir. 19-u 4-ə böləndə nə eləyir? 4 tam 4-də 4 tam 4-də 3 eləyər də. Yəni biz n-i 5 götürsək, bu, yəni proses 5 dəfə dövr eləyir də. İndi gəlin baxaq. Onda, yəni bizdə x-in, yəni bu birin üstünə 5 dəfə 4 gələcək. Onda x-in qiyməti, yəni burada x-in hər dəfə də s-in üstünə 2x gəlir. X-in qiyməti, onda mən belə yazdıram. S bərabərdir, s üstə gələk, 2 vurulsun. X-in aldığı qiymətlər belədir. 1 olacaq, 1-in üstünə 4 gələcək, 5 olacaq, 5-in üstünə 4 gələcək, 9 olacaq, 9-un üstünə 4 gələcək, 13 olacaq, 13-ün üstünə 4 gələcək, 17 olacaq və son nəticə 105 olacaq. Çünki çıxışa 105 gedir, baxın. Bunu da hesablasaq, S plus, bu nə eləyir? 30, 39, 40, 45. 2-yə də vuranda S plus 90 bərabərdir 105-dirsə, onda S-in başlanğıc qiyməti 105 çıxaq 90, 15 olubdur. Bu 25-ci sualda da S-in giriş qiyməti 15 olasıdır. İndi gəlin baxaq 26-cı suala. 26-da nə deyir? Tərtib edilmiş proqram ədədlərdən hər biri üçün yes ifadəsi neçə dəfə ekranda əks olunur. Deməli, biz gəlin burada bir ədəd üçün bunu yoxlayaq. Bir ədəd üçün bunu yoxlayaq. Daha sonra görək digərlərinə bunu hesablamadan tətbiq eləyə bilirik. Yəni, mən belə deyək də 1, 2, 3, 4, 5 dənə ədəd verilir. Bunu təbii ki, 5 dəfə icra eləmək vaxt aparan bir şeydir. Məsələn, mən götürdüm 10.123. 10.123-ü daxil elədim. L-in qiyməti 0-dır. Yine baxıram, L 1-dən fərqlidir. Bu şərt ödəyir. N də 0-dan böyükdür. Bu da ödəyir. R, N-in ona bölünməsindən alınan qalıqdır. R bərabərdir 3-ə. N də N-in ona bölünməsindən alınan tam hissədir. Bu deyir 1012. R-in 2-yə bölünməsindən alınan qalıq 0-dır. R-in 2-yə bölünməsindən alınan qalıq 0 deyil deyə, 1-dir deyə, L bərabərdir 1 olmur. Qaydırıq təzədən dövrə. Onda bir də n-in ona bölünməsindən alınan qalıq 1012-nin ona bölünməsindən alınan qalıq 2-dir. 1012-nin ona bölünməsindən alınan tam hissə 101-dir. R-in 2-yə bölünməsindən alınan qalıq 0-dir. Artıq L 1 oldu. Deməli, burada bu ona bölünmədən alınan qalıq, ona bölünmədən tam hissə ədədin rəqəmlərini ayrışdırır. Bu rəqəmlərin, yəni ədədi rəqəmlərini ayırma ardıcıllığıdır da, alqoritmidir o. Ona bölünmədən alınan qalıq və ona bölünmədən alınan tam hissə. Deyir ki, əgər bu rəqəmlərin içərisində cüt rəqəm varsa, L1 olacaq və L1 olanda yes çap olunacaq. Məndən də soruşur ki, neçə dəfə yes ifadəsi ekranda əks olunar. Deməli, hansı ədədin içərisində cüt rəqəm varsa, onda yes ifadəsi çap olunacaq. Deməli, burada çap olunacaq. Burada yes ifadəsi çap olunmayacaq. Burada çap olunar, içərisində cüt rəqəm olduğuna görə. Burada çap olunacaq, içərisində cüt rəqəm var. Burada çap olunmaz. Deməli, 1, 2, 3 dənə. Ədəd də cüt rəqəm olduğuna görə yes ifadəsi 3 dəfə çap oluna bilər. 26-da cavabımız 3. 27-də nə deyir? 27-də deyir ki, 2 üstü, 2 üstü 3. Elə bil ki, bu 2 üstü 8-i hesab. Bu 256-dır. 1-ə cavabımız olacaq C. Bu nədir? Burada da 2 üstü 2-nin üstü 3.
Yəni bu eləyəcək 64. 2 olacaq A. Sonra burada da 2 vur 3'ün üstü 3. 2 vur 3 6'dır. 6'nın üstü 3. Bu da 216 deməkdir. Bu da olacaq Y. 1C, 2A, 3Y. Sonra gəldik baxdıq 28-ci suala. Deyir ki, X, A və B həqiqi ədədləri klaviaturadan daxil edilmiş qiymətlərinə görə X ədədinin AB parçasına daxil olub olmadığını müəyyən edən proqramı Python dilində yazın. Deməli, bunlar həqiqi ədəddirsə, bizdə elə bir X, AB deyir ki, AB parçasına daxil olub olmadığını belə deyək də, A-dan böyük bərabər olmalı, B-dən də kiçik bərabər olmalıdır da. Bu X-in X daxildir, AB deməkdir də. AB parçasına daxilliyidir də bu. İndi gəldik, baxdıq. Biz bunu yoxlamalıyıq. Gəlin elə Python açaq. Bunu bir balaca bu tərəfə yığaq. Aha. Deməli, nəyə baxırıq? Baxırıq bura. Deməli, bunu nətər yazarıq? X, A və B həqiqi ədədləri üçün gələk yazaq. Həqiqi ədəd deyirsə, biz bunu nətər yazmalıyıq? Float tipində verməliyik. Deməli, A bərabərdir float input deyirik. Float input. Deməli, belə deyək də, A bərabərdir float input. İngilis şriftlərini çevirək. A bərabərdir. Aha. İndi gələk deyək ki, B bərabərdir yenə float input. B bərabərdir. Bir də X bərabərdir float input. Float input. Bir də X bərabərdir. Aha. Deməli, biz nə yazırıq? Deyirik ki, if, əgər, deməli, X, A, B-nin arasındadır. Biz, yəni, burada yazdığımız şərti məntiq ifadə kimi, yəni, bu şərti məntiq ifadə kimi yazmalıyıq. Onda gəlib deyirəm ki, if, qayda bura, X böyükdür, bərabərdir A-dan, and X kiçikdir, bərabərdir B-dən. Şərtimiz budursa, print nə deyək? Daxildir. Aha. Gələk buradan else deyək. Else də deyəndə print daxil deyil. Məndən də elə daxil olub olmadığını müəyyən edildiyi yerdə daxil deyil. Aha. Gəldik, biz bunu çalışdırdıq. Bu 7-ci sınavın 28-ci sualı idi. Deməli, A-ya bir qiymət daxil edirəm. Məsələn, tutaq ki, A-ya daxil edirəm 3, misal üçün, B-yə daxil edirəm 27, X-ə də daxil edirəm 6,8, enter vururam, deyir, daxildir. Daxildir əvəzinə daildir yazmışam. Düzəldik. Daxildir. Aha. Run verdim. Bir də gəldim. Yoxlayıram. A-ya verirəm -5, B-yə verirəm 30, C-yə də verirəm 40, X-ə də verirəm 40. Onda da deyir ki, yəni X 40 ədədi -5-dən 30 arasında daxil deyil. Deməli, bu oldu bizim 28-ci sualımız. 29-da bizə nə deyir? Deyir ki, klaviaturadan daxil ediləcək n natural ədədinin hər hansı ədədin faktorialı olub olmadığını müəyyən edən proqramı Python dilində yazın.
Məsələn, deyək ki, 24 faktorialdır, 120 faktorialdır. Bunları daxil edəndə bəli çıxmalıdır və digərlərində xeyir çıxmalıdır. Bunu yəqin ki, aydın oldu sizə, ona görə bunu silirəm. Deməli, belə. Klaviaturadan daxil ediləcək n natural ədədin. Natural ədəd daxil edək. N bərabərdir nə dedik? Int input dedik. Buradan da gəldik dedik. N bərabərdir. Bunun içərisində yazmalıyım. Aha. İndi bir də bunu ancaq bir neçə yol düşünmək olar. Məsələn, mən belə eləyəcəm. Ədədi ardıcıllıqla məsələn 1-ə, sonra 2-yə, sonra 3-ə, sonra 4-ə bölməklə yoxlayacağım. Burada çox güman ki, gəlin yazaq, davam eləyək. Nə edə bilərik? Burada bir dənə i dəyişəni götürürəm. I dəyişəninin başlanğıc qiymətini 1 verirəm. Deyirəm ki, while dövründən istifadə edirəm. Nə qədər ki, n böyükdür 0-dan, n böyükdür 0-dan, n böyükdür 0-dan, n bərabərdir, n bərabərdir. N bölünsün, n bölünsün, bölmə işarəsi. Oradadır. N bölünsün i-yə. N-i i-yə bölürəm və i də bərabərdir, i plus 1 deyirəm. I də bərabərdir, plus 1 deyirəm. Və gəlib deyirəm ki, elə bir mən hər dəfə bunu, məsələn, tutaq ki, 24 deyil, 24-ü 1-ə böldüm, sonra gəldim, 2-yə böldüm, 12 düşdü, 3-ə böldüm, 4 düşdü, 4-ə böldüm, 1 düşdü. Yəni, son nəticə 1 olana qədər proses davam eləməlidir və 1 olanda artıq proses dayanmalıdır və 1-dirsə, bəli, 1 deyilsə də xeyir verməlidir mənə. Deyirəm ki, burada nə deyirəm? Deyirəm ki, əgər if n bərabərdirsə 1-ə, n bərabərdirsə 1-ə, n bərabərdirsə 1-ə, print, bəli, print bəli, print bəli və n 1-ə bərabər olanda gəlib buradan deyirəm, bu prosesi dayandır, break. Və gəlib sonra nə deyirəm? Sonra nə deyirəm? Bir də əks halda. Yəni, indi burada biz gərək əks halı elə yazaq ki, əks halımızda else-də nə yaza bilərik? Əks halda bu hər dəfəsində n bərabərdir. Bir dənə bunu yoxlayaq. Deməli, print bəli, break. Bunu heç əks halda yazmayaq. Breakdən sonra elə bir başa gələk buradan çıxışdan print xeyir yazaq. Yəni, burada dövrdən çıxdığımız halda, yəni n 0-dan kiçik olduğu halda, deməli, bu faktorial olmayacaq da. Elə gərək burada print xeyir yazaq. Görək, burada nəsə bir yanlışımız yoxdur ki. Run verək biz bura. OK deyək. Məsələn, mən n bərabərdir 24 daxil edirəm. Burada bir yanlışımız var. Çünki mən dövrün sonuna xeyir qoymuşam deyə. Burada mən də həm bəlini, həm xeyri çap eləyir. Bura bizdən bir düzəliş istəyir. Bunu buradan silək. Bunu buradan silək. N bərabərdir 1-dirsə, print, bəli, break. Deməli, gələk buradan elif verək. Elif n əks halda n kiçikdirsə 0 deyək də, n kiçikdir bərabərdirsə 0-dan n kompüterimizin zərərləşməsi azalır.
Bunu belə yazaq. Elif en kiçikli bərabərdir sıfırdırsa, sıfırdan kiçik bərabərdirsə, print eee, xeyir, print xeyir, xeyir. Və təzədən gələk bir də biz burada break verək. Kiçik bərabər sıfırdırsa, print xeyir. Ya da ki, heç break verməyə gərək yoxdur. En kiçik bərabər sıfır olanda print xeyir verəcək bizə. Bir dənə RAM verək, OK deyək. 24 verdik. 24 verəndə sadəcə bəli verdi. RAM verək. RAM verdikdən sonra 34 deyək. 34 verəndə də xeyir verdi. Bir də RAM verək. 120 daxil eləyək. 120 daxil eləyəndə bəli verdi. Məsələn, başqa birində yoxlayaq. RAM verək. 56 daxil elədim. 56 daxil eləyəndə xeyir dedim. Deməli, belə. Bu da oldu 29-cu sualımızın izahı. Bir dəqiqə kompüterimizi zərət edir. Böyle tutarır. Videomuz yarıda kalmasın. Aha. İndi gəldik, baxdıq. Bu da oldu 29-cu sualımızın izahı. Amma dediyim kimi fərqli variantlar da düşünmək olar. Yəni siz bu n dəyişənin başqa bir dəyişənə bərabər eləyə bilərsiniz. Və yaxud məsələn də i bərabərdir 1 deyib ardıcıllıqla faktorialları hesablayarsınız. Yəni i-ni hər dəfə artıra bir f dəyişəninin faktorial kimi qeyd edib faktorialı hesablaya bilərsiniz. Açsan ki, sizin f dəyişəniniz n dəyişəninizə bərabər olarsa, hə, onda əldə edə bilərsiniz. Yəni belə də yanaşma eləmək olar. İndi mən ilk ağlıma bu gəldi deyə bunu qeyd elədim. Deməli, sonra gəldik, baxdıq 30-cu suala. 30-cu sualda görək bizə nə deyir? Klaviaturadan daxil ediləcək n natural ədədinin bütün rəqəmlərinin tək olub-olmadığını müəyyən edən proqram Python dilində yazıldı. Bunu da müxtəlif variantlarda yazmaq olar. Bütün rəqəmlərinin tək olub-olmadığını müəyyən edən proqram Python dilində yazıldı. Birinci deyirəm ki, n bərabərdir int input, n bərabərdir int input. Buradan gəldik, dedik n bərabərdir. Sonra gəlib deyirəm ki, n natural ədədinin bütün rəqəmlərinin a bərabərdir list str n. List str n. Yəni n ədədin əvvəl sətrə, sonra siyahıya çevirirəm. Və gəlib deyirəm ki, for i in a. A siyahısının elementlərinə birbaşa müraciət edəcəm. Burada A siyahısının elementləri daxil elədiyim n ədədinin rəqəmləri olasıdır da. Gəlib nə deyirəm? Deyirəm ki, if int i'nin 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdirsə, üzr istəyirəm, 1-ə yox, nə deyir? Bütün rəqəmlərinin tək olub olmadığını müəyyən edən proqramı Python dilində yazılır. If int i'nin 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdirsə, burada da bir dənə s dəyişəni götürürəm, s dəyişəninə 0 deyirəm və gəlib deyirəm ki, int i'nin 2-yə bölünməsindən alınan qalıq 1-dirsə, s bərabərdir s plus 1-ə. Yəni, həmin o tək rəqəmləri saysın. Bu prosesi icra eləyəndən sonra, yəni məsələn, dövrdə o rəqəmləri saydı, gəlib burada təzədən şərt verirəm. Şərtdə deyirəm ki, if s bərabərdirsə, len a-ya, onda gəlib deyirəm ki, print tək olub bütün rəqəmlər. Print nə deyirəm? Bütün rəqəmlər təkdir. Mötərizəni bağladım. Else, əks halda nə deyirəm? Əks halda print. Deməli, deyirəm ki, bütün rəqəmlər tək deyil. Bütün rəqəmlər tək deyil. Aha, bu da belə. Gələk yoxlayaq görək bu bizə nə verir? RAM verdik, OK verdik. Məsələn, mən daxil eləsəm 531.753.
531.750 bütün rəqəmlər təkdir də. Deməli, mən enter vuranda mənə görsüz verdi. Bütün rəqəmlər təkdir. Məsələn, başqa bir ədədi yoxlayıram. RAM verirəm. RAM verdim. N bərabərdir. 346 verdim. Bütün rəqəmlər tək deyil. Məsələn, başqa bir ədəd verirəm. RAM verdim. 9753. Enter. Bütün rəqəmlər təkdir. Məndən də elə bunu soruşurdu. Bütün rəqəmlərin tək olub olmadığını müəyyən edən proqram Python dilində yazır. Deməli belə biz sınaq 7-nin sonuna gəlmiş olduq sizlə. Ümidvaram ki, hər biriniz üçün faydalı olacaq. Başa düşmədiyiniz və yaxud razılaşmadığınız hər hansısa bir məqamlar olarsa şərh bölməsinə qeyd edə bilərsiniz. Bacardığımız qədər suallarınızı cavablandırmağa çalışacağıq. Bu səpkidə olan videoların davamını istəyirsinizsə kanalımıza abunə olmağı və videolarımızı bəyənib paylaşmağı unutmayın. Paylaşın ki, sizin yoldaşlarınız da bu videolardan faydalana bilsinlər. Hələlik növbəti videolarda görüşənə qədər.